Deməli, başlayaq ümumi sınaq. Qrup 1. Ümumi sınaq 3, qrup 1. Aha. Deməli, birinci testə baxırıq. Birinci testdə nə istəyir bizdən? Bağlayıcımız var. Oy. Sorry. Deməli, cümlənin ortasında bağlayıcımız varsa, sağ tərəfə biz would yaza bilməyəcəyik. D variantı gedir. Çıxdıq buna. Would-la do olmaz. İndiki ilə keçmiş. Y variantı doğrudur. Keçmiş, keçmişə nəzərən keçmiş. Deməli, məsələn, belə bir şey deyək. He would be very happy. O xoşbəxt olacaq. If you did what he asked. Yəni, sən onun xahişini yerinə yetirsən. Y variantı doğrudur burada. 2-yə baxırıq. 2-də bizdən düzgün variant istəyir. Şagirdlərdən gedir söhbət. Orada 2 nəfər də ola bilər. 3 nəfər də ola bilər. 2-3 D variantı. Baxın, mən keçən dəfə də izahımda qeyd elədim ki, cümlədə qeyri-müəyyənlik varsa, biz orada artıq, yəni, hər ikisini yaza bilirik. Ona görə 2-3 doğrudur D variantı. 3-ə baxırıq. 3-də doğru variant istəyir bizdən. How do you learn new words in English? I look them up in dictionary and first thing with them down in my notebook. Deməli, lüğətə baxıram, onları da sonra dəftərimə yazıram. Axtarmaq, baxmaq apdır. 4-ə baxırıq. He made me, sadə və heç nəsiz D variantı. Bu artıq birinci qrup feildir. 5-ə baxıram. Yolu görməyə çətinlik törədir. Nə? Sıx duman A variantı. Keçirik bu tərəfə. The number xəbəri tək olur. 1-2 C variantı. Deməli, keçirik 7-yə. Çünki o həqiqətən səyahət edir. Bendanın qardaşı istəyir ki, avtobus sürücüsü olsun. Niyə səyahət eləməyi sevir? Səbəb, çünki. Lakin, even though, so bunlar uyğun gəlmir. 8-də uyğunlaşdırmaqdır. B variantı doğru variantımız. 1-ə gedir C variantı. Imitate nədir? Kopya eləmək, nəsə bir şey. Kopyalamaq. Ignore nədir bəs? Diqqət yetirməmək. Deməli, insist də artıq nəsə bir şeyin düzgünlüyünü danışmaq. B variantı. Keçirik 9-cu testimizə. Deməli, 9-cu testdə yenə bizdən nə istəyir? Passivə çevirmək istəyir. Have varsa, artıq biz bunlarla işləməliyik. Deməli, the decision had yox. Have already been. Qərar 3-cü formada has-lə olmalıdır. Has already burada been-i yoxdur. Hədə silirik, qalır D variantı. Çünki tamamlığımız nədirsə, xəbərimiz də olmalıdır. Yəni, have-lə verilib deyə, have-lə də passiv olunacaq deyə bir şey yoxdur. Yəni, onun həzə keçmə variantı tamamlığa görədir. 10-cu testə baxırıq. Bizdən düzgün variant istəyir. B variantı düzgündür. Deməli, biri 1-dir, biri də 3-dür. Çünki cümlənin sonu inkarla verilibsə, əvvəl təsdiqlə olmalıdır. O da reali sözü inkardadır. Keçirik 11-ə. 11-də yenə cümlə qurmaqdır. B variantımız doğrudur. Deməli, nədir? Don't go, getmə, əmr cümləsidir. Faster when, deməli, you get to traffic lights. Okay. 12-də I am writing to let you know that I give my permission for my daughter Mary to attend school field trip on the 1st July. 12-də doğru variantımız C variantıdır. İcazə istəyir burada. Məktub yazır ki, yəni mənə qızıma icazə verəsiz də. İyulun 1-nə görə səyahətə. 13-də burada icazə verməkdən gedir ha. Yəni ask xahiş eləmir. Sadəcə icazə give permission. Almaq yox, hələ icazə istəyir. 13-ə baxırıq, yəlikal istəyir bizdən. 13-də doğru variantımız 1-3-dür. John's method, bir də her father reaches. Digərlərini olmaz. Bilirsiniz də, Brown'un qabağında Z artikel var, birləşməli idi. Polisdən sonra da feil gəlib, uyğun gəlmir. 14. Tərcümə də 14-də. Deməli, Azərbaycan is the largest and modest populated region in the South Caucasus. B variantı. Diqqətli olmalıyıq. A variantında nədir problem? Largest and most populated region in the north. Bu da south, cənubid gedir. Bu da north verib. Ona görə yanlışdır. O biri variantlarda da tərcüməni düzgün verməyib. Deməli, nədir burada? Keçirik ikinci hissəsinə. 15-ə baxırıq.
15. 15-də yenə düzgün variant istəyir. C variantımız doğrudur. Baxaq görək nə deyir. What's the first question? Birinci sualın nədir? Yazır ki, who invented the bicycle? Velosipedi kim ixtira edib? Deyir, check on the internet. Oradan öyrən də, yəni internetə bax, oradan götür. 3-ə baxırıq.